Hər vaxtınız xeyir əziz abituriyentlər. Bilirsiniz ki, bugün 7 iyunda qəbul imtahanı keçirilmişdir. B variantı birinci qruplar üçün fizika sualların izahına sizlərlə bir yerdə baxacağıq. Sualların izahına keçməmişdən öncə onu qeyd edim ki, əgər ki birinci şansda siz yaxşı nəticə əldə edə bilməmisinizsə, istədiyiniz nəticəni əldə edə bilməmisinizsə, ikinci şans üçün onlayn dərslərimizə qoşula bilərsiniz. Ekranda göstərilən səhifəyə yazıb ətraflı məlumat əldə edə bilərsiniz. Gəlin başlayaq 31-ci sualdan. Şərtdə deyilir ki, mənbələrdən hansı süni işıq mənbəyidir? Təbii işıq mənbəyi, hansı ki, dərslərimdə də qeyd edirəm, insan əli dəymir, yəni təbiətdə mövcuddur. Amma ki, süni işıq mənbəyi insan hazırlayır, belə yadınızda saxlaya bilərsiniz. Məsələn, yanan şamı əlbəttə ki, insan əli dəyərəkdən hazırlanır. Ona görə Y variantı doğru cavab olacaq burada. 32-ci suala baxaq. Sərtliyi 1 kN bölək metr olan yaya bağlanmış cisim harmonik rəqs edir. Sərtlik verildi. K bərabərdir 1 kN bölək metrdir. Newton bölək metrə keçmək lazımdır. Bu zaman minə vururuq. Bir də minə vuranda edəcək 1000. Aha, K bərabər oldu 1000 Newton bölək metr. Yayın potensial enerjisinin zamandan asılı qrafikinə əsasən cisim 4 saniyə ərzində zaman verildi. T bərabər oldu 4 saniyə. Getdiyi yolu hesablayın. L bərabərdir suala. Baxın, burada fikir versəz, tam enerji verilmişdir. Potensial enerjinin maksimum qiyməti tam enerjidir. Y tam bərabərdir 1,8 joule. Periyodda gördüyümüz kimi 4 saniyədir. Yəni, böyük T bərabər 4. Tam enerjinin düsturunu biz bilirik. Y tam bərabərdir. K A kvadratı bölək 2. Burada K sərtlikdir, A amplituddur. Gəlin anı tapaq. A bərabər olacaq kök altında 2Y tam bölək K. Yerinə yazsaq, kök altında 2 vurulsun Y tam 1,8, K-dan 1000'dir. 2 vuraq 1,8, 3,6 edir. Kök altında da məxrəcdə 1000 var. Vergül atıram, aşağıya bir sıfır ala bilirəm. Buradan kök çıxacaq, 6 bölünsün 100. Yəni 0,6 metr. Amplitud tapdıq. Həmçinin gedilən yolun düsturu L bərabərdir 4A T bölək T'dir. İndi gəlin yerinə yazaq. 4 vurulsun, amız 0,6 vuraq, kiçik T. 4 bölək, böyük T-də 4'dür. 4'lər ixtisar getdi, 4 vurulsun 0,6 edəcək 0,24. Bunu metrlə aldıq. Əlbəttə ki, metrdən də santimetrə keçmək üçün 100'ə vururuq. 0,24'ü 100'ə vuranda da olacaq 24 santimetr. Doğru cavab olacaq B variantı. 33-cü sualda şərtdə qeyd olunur ki, Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Müstəvi hava kondensatorlardan biri sabit gərginlik mənbəyinə qoşulmuş. Sabit gərginlik mənbəyinə qoşulmuş deyirsə, deməli U konstantdır. Amma digər isə yükləndikdən sonra mənbədən ayrılmışdır. Artıq burada Q konstant olacaq digərində. Hər iki kondensator lövhələr arasındakı məsafəni azaltdıqda, yəni burada D azalır, lövhələr arasındakı məsafə. Lövhələrin sahəsi sabitdir, S konstant. İndi baxaq. Mənbəyə qoşulmuş dedik ki, burada U konstant. Mənbədən ayrılmış, burada Q konstant yazmaq lazımdır. Elektrik tutumu artır. Tutumun düsturu C bərabərdir. Epsilon 0, S bölək D-dir. Hər iki kondensatorun lövhələr arasındakı məsafə azaldığından, D azaldığından, burada da gördüyümüz kimi CD ilə tərs asılıdır. Deməli, hər iki kondensatorun tutumu, elektrik tutumu artacaq. Yəni, bu bir ortağa gedir. Yükü artır. Baxın, gördüyümüz kimi mənbədən ayrılmışda Q konstantdır. Deməli, orada Q yük dəyişməyəcək. Amma mənbəyə qoşulmuşda U konstantdır və Q bərabərdir. SU düsturundan burada C artdığından Q də artacaq. Deməli, bu U konstant olana gedəcək. İkinci. Aha, yəni 1-ə. Lövhələr arasındakı gərginlik azalır. Qeyd etdik ki, U konstant olanda mənbəyə qoşulmuşda gərginlik sabitdir. Gərginliyin digərində Q konstant olanda dəyişməsini tapmaq üçün U bərabərdir. Q bölək S-dən istifadə edəcəyik. C artdığından burada U azalacaq. Hansı ki, Q konstant olanda, yəni mənbədən ayrılmışda. Deməli, 3 ikinciyə uyğundur. Mənbədən ayrılmışa. Enerjisi artır. Enerjinin düsturları W bərabərdir Q kvadratı bölək 2S-dir və W bərabərdir SU kvadratı bölək 2-dir. İndi burada mənbəyə qoşulmuşda U sabit olduğundan SU kvadratı bölək 2-dən istifadə olunacaq. Və burada C artdığından W artacaq. Yəni, artır, enerji artır. Bu, U konstant olan mənbəyə qoşulmuşa aiddir. 4 getdi birinciyə. Enerji azalır və burada gördüyümüz kimi C artdığından W azalacaq Q kvadrat bölək 2S-dən. Deməli, 5-ci də uyğun oldu 2-ciyə. 1-ə uyğundur 2, 4, 2-yə uyğundur 3, 5, 3-cüyə də uyğundur 1. Y variantı doğru cavabdır. 34-də çəksiz ringin A nöqtəsi o dayaq nöqtəsinə nəzərən necə hərəkətlər bu soruşulur. Bu sual eynilə
hansı ki dim test toplusunda verilib. Baxın, burada momenti tapmaq lazımdır, qüvvə momentini. Gördüyümüz kimi soldakı qüvvənin momenti, baxın, qüvvənin qolu hasilinə bərabər olacaq. 9 vuraq 2, 18. Deməli, burada moment oldu 18. Digər halda isə 3 vurulsun 6, o da olacaq 18. Gördüyümüz kimi burada qüvvə momentləri bərabərdir. Deməli, bu link tarazlıqda qalacaq. Yəni, Y variantı doğru cavabdır. 35-ci suala keçək. Şərtdə deyilir ki, kütləsi M olan cisim sükunət vəziyyətindən sabit F qüvvəsinin təsirlə hərəkət edir. Qüvvə də sabit verildi. Hansı qrafik cismin kinetik enerjisinin gedilən yoldan asılılığına uyğundur? Biz bilirik ki, kinetik enerjinin düsturu Y kinetik bərabərdir mv kvadratı bölək 2-dir. Sabit qüvvənin təsirlə deyir. Deməli, burada qüvvə sabitsə, təcil də sabitdir. A konstant. Bərabər təcilli hərəkətdə V-nin düsturunu bilirdik. V bərabərdir V0-ın kvadratı. Üstə gələk 2AS. Sükunət vəziyyəti dediyi üçün başlanğıc sürət 0-a gedir. Deməli, sadəcə kök altı 2AS qalır. Gətirib burada yerinə yazsaq, M vurulsun. Kök altında 2AS-in kvadratı olacaq 2AS. Bölək 2-də yazdıq. 2-lər getdi. M vurulsun. A vuraq S oldu. Gördüyümüz kimi kinetik enerji S-dən düz asılıdır. Düz asılıqda B variantında verilmişdir. 36-cı sual. Sıxlıqları eyni və həcmləri V1 bərabər V, V2 bərabər 3V olan cisimlər maye səthində üzür. Onlara təsirin Arximed qüvvələr arasında hansı münasibət doğrudur? Eyni ilə bu sualda qəbulda var. Hansı ki, mən də qeyd etmişəm ki, əvvəlki videolarda da üzür sözünü gördürsə, deməli Arximed qüvvəsinin düsturu M vuraq J ilə hesablanır. M cismin kütləsidir. M-in də vəzinə rho V yaza bilərik. Hansı ki, rho cisim, V cisim vuraq J. Buradan da aydındır ki, sıxlıqlar eyni qeyd olunur şərtdə. Sıxlıqlar eynidir, J sabit kəmiyyətdir. F Arximed V cisimlə düz asılıdır. İndi baxın, V2 3V'dir, V1 3V'dir. Gördüyümüz kimi V2 V1-dən 3 dəfə çox olduğundan, düz asılı olduğundan elə F2 də F1-dən 3 dəfə çox olacaq. Yəni F2 bərabər olacaq 3 vurulsun F1-ə. C variantı doğru cavabdır. 37-də fotofekt zamanı udulan fotonun tezliyi 8 vuraq 10 üzəri 14 Hz-dir. Nü bərabərdir 8 vurulsun 10 üzəri 14. Cərəyan şiddətinin katodla anod arasındakı gərginlikdən asılılıq qrafikinə görə elektronun katoddan çıxış işi çıxış bərabərdir. Suala hesablayın. H verilib, Y də verilib. Buradan 10 da götürmək lazımdır. U 0,6-dır. Aha. İndi baxın, buradan biz Einsteynin verdiyi fotofekt tənliyini verəcəyik. Y foton bərabərdir. Y kinetik üstə gərək açılış. Buradan biz kinetik enerjinin YU düsturundan istifadə edəcəyik və həmçində fotonun enerjisi H-nü düsturunu yerinə yazmalıyıq. H-nü bərabərdir YU üstə gərək açılışa. Açılış da bərabər olacaq H-nü çıxılsın YU-ya. Gəlin indi qiymətləri yerinə yazaq. H-ımız 6,6 vurulsun 10 üzəri mənfi 34. Vuraq nü tezlik 8 vurulsun 10 üzəri 14. Çıxılsın Y 1,6 vuraq 10 üzəri mənfi 19. Vuraq U da 0,6. Buradan 6,6'yı 8'e vuranda gördüyümüz kimi 8 dəfə 6 48, 4 yadda, 8 dəfə 6 48, 4 də yadda 52. 52,8 vurulsun 10 üzəri mənfi 20. Çıxılsın 1,6'yı 0,6'ya vuranda olacaq 0,96 vuraq 10 üzəri mənfi 19. Baxın, 52,8 vuraq 10 üzəri mənfi 20-ni belə yaza bilərik ki, 5,28 vuraq 10 üzəri mənfi 19 kimi yaza bilərəm. Çıxılsın 0,96 vuraq 10 üzəri mənfi 19. Baxın, buradan indi 10 üzəri mənfi 19'u ortaq vuruq çıxarsaq, 5,28 çıxılsın 0,96 qaldı. Bu da bərabər olacaq əlbəttə ki, 4,32 vuraq 10 üzəri mənfi 19 joule. Hansı ki, mötərizənin içi bizə 4,32 verir. Baxaq, A variantı doğru cavabdır. Keçək indi 38-ci suala. Şərtdə deyilir ki, qapalı keçirici konturla hüdudlanmış səthdən keçən maqnit seli fi bərabər 4 üstəgələ 5 qanun ilə dəyişir. Hansı qrafik bu konturda yaranan induksiya HG-sinin modulunun zamandan asılılığını ifadə edir. Hansı ki, induksiya HG-sinin modulu soruşulur. Induksiya HG-sinin modulu əlbəttə ki, bu fi maqnit selinin törəməsinə bərabərdir. Zamana görə birinci tərtib törəməsinə. Gördüyümüz kimi fi bərabər 4 üstəgələ 5-dir. Sabitin törəməsi bizə 0 verir, 4-ün törəməsi 0-dır, 5-nin törəməsi də 5 verəcək. Yəni, burada 5-dən sabit A variantında doğru cavab verilmişdir induksiya HG-sinin modulunun zamandan asılılıq qrafiki. 39-da. Bir cins maqnit sahəsində yerləşmiş 0,4 metr uzunluq verildi, L bərabərdir 0,4 metr. Cərəyanında düz naqilə təsirdən maksimal qüvvə, cərəyanın düz naqilə təsirdən qüvvə amper qüvvəsidir. Yəni, burada amper qüvvəsinin maksimum qiyməti 20 milli-newtondur. Milli-newtondan newtona keçmək üçün 10 üzəri mənfi 2 vurmalıyıq. Bu da olacaq 2 vurulsun 10 üzəri mənfi 2 newton.
Naqidəki cərəyan şiddəti I bərabərdir 5 amper. Maqnit induksiya vektorunun modulu B soruşulur. Amper qüvvəsinin düsturu F amper bərabərdir IBL. Buradan B-ni tapsaq olacaq F amper bölək I vurulsun L. Amper qüvvəsi 2 vurulsun 10 üzəri mənfi 2 bölək imiz 5. L-də 0.4-dür. Baxın 5 vuraq 0.4 2 edir. Bu 2 ilə sürətdəki 2 gedir. Qalır 10 üzəri mənfi 2 Tesla. Cavablarda milli Tesla ilə verilib. 10 üzəri mənfi 2 Tesla'dan milli Tesla'ya keçmək üçün 10 üzəri mənfi 2-ni bölməliyik 10 üzəri mənfi 3-ə. Bu da əlbəttə ki, bizə verəcək 10 milli Tesla, hansı ki, bölünəndə üstlər çıxılır. Mənfi 2 çıxaq, mənfi 3, o da olur mənfi 2 üstə gələk 3, 10 üzəri 1 qalır. Deməli, doğru cavab olacaq B variantı. 40-da 2W bölək I kvadrat, hansı ki, W maqnit sahəsinin enerjisidir, Sarıqacan maqnit sahəsinin enerjisi. W-nun belə bir düsturu var idi, L I kvadratı bölək 2. Gətirib bax, bu düstur eyni ilə burada yerinə yazsaq, 2 vurulsun L I kvadratı bölək 2 bölünsün I kvadratı. Gördüyümüz kimi 2-lər ixtisar 7 I kvadratlardır. Getdi, qaldı nə? L. L də Sarıqacan induktivliyidir. Y variantı doğru cavabdır. 41-də doyan buxarın izotermik sıxılması zamanı onun kütləsi M və sıxılığı ρ. Necə dəyişər? Hansı ki, mən demişdim ki, doyan buxar sözünü gördünüzsə, izotermik sıxılma. İzotermik prosesdə T konstant olanda doyan buxarda P, ρ, N bərabərdir konstant yazmalısınız. Deməli, burada ρ sıxlıq dəyişməyəcək. Sıxlıq dəyişməz, gördüyümüz kimi C və Y variantında verilib. Bəs kütlə M bərabərdir ρ V düsturundan istifadə edəcək. Hansı ki, sıxılma dediyi üçün V azaldığından M də azalacaq. Deməli, azalar və dəyişməz C variantında doğru cavab verilmişdir. Keçək 42-ci suala. Şərtdə deyilir ki, diffraksiya qəfəsinin periodu nə qədər olmalıdır ki, diffraksiya qəfəsinin periodu D bizdən soruşulur. 10 üzərinə tezliyi 6 vuraq 10 üzəri 14 Hz olan işıq düşdükdən nü bərabərdir. 6 vurulsun 10 üzəri 14 Hz. Alınan maksimumların ən böyük tərtibi 4 olsun, K bərabərdir 4-ə və C verilmişdir burada. 3 vurulsun 10 üzəri 8 metr bölək saniyədir. Biz bilirik ki, D bərabərdir, K vurulsun, lambdadır, maksimumlar şərtindən bunu bilməliyik. Hansı ki, V bərabərdir, lambda nüdür. İndi burada bizim sürətimiz işıq sürəti olduğundan C bərabərdir. Lambda vuraq, nü yazırıq. Buradan lambdanı tapsaq, C bölək nü olacaq. C'miz 3 vurulsun 10 üzəri 8, nü də 6 vurulsun 10 üzəri 14-dür. 3 və 6-nı ixtisar aparanda sürətdə 1, məxrəcdə qaldı 2. 2-də 1, 0.5 vurulsun 10 üzəri 8-i 10 üstü 14-ə böləndə 10 üzəri mənfi 6 qalacaq. İndi gəlin, gördüyünüz bax burada D bərabərdir, K lambda da yerinə yazaq. K'mız 4, lambdamız 0.5 vurulsun 10 üzəri mənfi 6. 4 vuraq 0.5, 2 vurulsun 10 üzəri mənfi 6 edir. Bundan metrlə alırıq. Mikroya keçmək üçün, mikrometrə keçmək üçün 10 üzəri mənfi 6-ya bölməliyik. 10 üzəri mənfi 6-lar da gedir. Gördüyümüz kimi 2 mikrometr qalır. Yəni doğru cavab olacaq D variantı. 43-cü suala baxaq. Tezliyi tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlıqla közəlir. Tezliyi azaltdıqda lampaların parlaqlığı necə dəyişər? Lampaların parlaqlığını dəyişməyini biz bilmək istəyirsə, cərəyan şiddətinin necə dəyişdiyini bilməliyik. Hansı ki, baxın, birinci lampaya gördüyümüz kimi sarğac qoşulub. Deməli, burada biz induktiv müqavimət tapmalıyıq. Hansı ki, XL bərabərdir, omega L-dir. Omeganın da düsturu omega bərabərdir, 2 pi nüdür. Gördüyümüz kimi burada tezlik azaldığı qeyd olunur. Nü azalırsa omega da azalacaq. Omega azaldığından XL də azalacaq. Amma I bərabərdir, U bölünsün XL, hansı ki IM bərabərdir, UM bölək XL. Burada XL-imiz azaldığından IM necə artacaq? Deməli, birinci lampanın parlaqlığı artar, cərəyan şiddəti artdığından. Amma ikinci lampada fikir versəz, gördüyünüz kimi rezistor qoşulub. Deməli, burada bu müqavimətin necə dəyişdiyini bilməliyik. Hansı ki R bərabərdir, Rho L bölək S-dir. Gördüyümüz kimi burada düsturda tezlik yoxdur. Deməli, R dəyişmədiyindən ikinci lampanın parlaqlığı da dəyişməyəcək. Birinci lampanın parlaqlığı artar, ikinci lampanın parlaqlığı dəyişməz. A variantı doğru cavabdır. 44-cü sualda. Bir düz xətt üzrə hərəkətdən iki maddi nöqtənin koordinatının zamandan asılı qrafiklər verilmişdir. Müşahidəyə başlayandan sonraki 4-cü saniyənin sonunda maddi nöqtə arasındakı məsafəni hesablayın. Gəlin ilk öncə bu cisimlərin koordinatının zamandan asılıq tənliyini quraq. Hansı ki, fikir versəz, gördüyümüz kimi birincinin qrafiki budur. X1 bərabərdir, X0 1 üstə gələk V1 XT yazacaq. Gördüyümüz kimi başlanğıc koordinat 0-dır. Ona görə X0 1 0-a getdi. Qaldı V1 X bıraq T. V-ni də tapmaq üçün əlbəttə gördüyümüz kimi koordinat 0-dan 30-a dəyişib və zaman da 10-dur. V bərabərdir X bölək T-dən 30-u 10-a böləcəm 3 düşəcək. Yəni X1 bərabər oldu 3T-yə. X2-ni tapmaq lazımdır indi. X2-ni də necə tapacam? Əvvəlcə sürət tapmalıyam. Gördüyünüz kimi 60-dan 30-a düşüb və
Vx bərabərdir. X çıxaq. X0 bölək T-dən. X-ım 30'dur. X0'ım 60'dır. T-də 10'dur. 30 çıxaq 60 mənfi 30 bölək 10 mənfi 3 düşəcək. Deməli Vx-ım 3 oldu. Başlanğıc koordinat da 60'dır. Onda 60 çıxılsın. Mənfi 3 alınır deyə ona görə çıxaq yazdım burada. Çıxaq 3T. Bizdən 4-cü saniyənin sonunda bunlar arasındakı məsafəni soruşur. Zamanın yerinə 4 yazacağım. Baxın burada da 4 yazsam 3 vuraq 4 12 edir. Deməli 4-cü saniyənin sonunda 12 koordinatındaymış bu. Aha 60 çıxaq 3 vurulsun 4. 60'dan da çıxacağıq 12'ni. Nə qalacaq? 48. 48 və 12 arasındakı məsafə nə qədərdir? 48-dən 12 çıxanda əlbəttə ki 36 metr. D variantı olacaq burada doğru cavab. 45-ci sualda. Cisimlərin yerə nəzərən hərəkət qrafikləri verilmişdir. Hansı cisimlərlə bağlı hesablama sistemi ətalət hesablama sistemidir? Ətalət hesablama sistemində sükunət və düzxətli bərabər sürətli halını axtarmalısınız. Yəni burada təcil və əvəzləyici qüvvə sıfırdır. Gördüyümüz kimi sükunət halında əlbəttə ki koordinat dəyişmədiyindən 1 doğru olacaq. Düzxətli bərabər sürətli hərəkətdə x-in t-dən asılığı düz asılıqdır, 2 də doğru olacaq və həmçinin düzxətli bərabər sürətli hərəkətdə sürətin qiyməti də dəyişmir, həmçinin istiqaməti də dəyişmir. Baxın 1, 2, 4 doğru cavabdır. Yəni burada doğru cavab olacaq D variantı. Keçək 46-cı suala. Şərtdə deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkətdən cisimlərin mərkəzə qaçma təcinin çevrənin radiusuna asılıq diaqramı verilmişdir. Bucaq sürətlərinin diaqramı müxtəlif nöqtələrə uyğun qiymətlər arasında hansı münasibət doğrudur? Baxın, gördüyünüz kimi 1 və 3 nöqtələrindən düz xətt keçirəndə burada A ilə düz asılıdır. Hansı ki, A-nın düsturu A bərabərdir, omega kvadratı R-dir. A ilə düz asılı olanda deməli omega artıq nə olacaq? Sabit olacaq, yəni dəyişməyəcək. Yəni buradakı 1 və 3 nöqtələrinin bucaq sürətləri bir-birinə bərabərdir. Omega 1 bərabərdir omega 3-ə. Gəlin indi 1-dən 2-ni müqayisə edək. Baxın, 1 və 2-dən düz xətt keçirəm. Gördüyünüz kimi burada R sabitdir. Yəni 1 və 2 nöqtəsinin R-ləri eynidir. Onda R eynidirsə A omega ilə necə asılıdır? Düz asılıdır. İndi baxın, gördüyümüz kimi bura A2'dir, burada A1'dir. Hansı daha çoxdur? A2 daha çox. Yuxarıya doğru getdikcə qiymət artır. A2 böyükdür A1'dən. Deməli A ilə düz asılı olduğundan, daha doğrusu A omega ilə düz asılı olduğundan, deməli omega 2 də böyük olacaq omega 1-dən. Yəni buraya yazacağıq ki, omega 2 böyükdür omega 1-dən və omega 1 də omega 3-ə bərabərdir. B variantı doğru cavab olmuş olur. 47-ci suala baxaq. 2 vuraq 10 üzəri mənfi 26 kiloqram kütləli yüklü zərrəcik induksiyası 20 milli Tesla olan bir cism maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə 1,6 vuraq 10 üzəri 5 metr bölü saniyə sürətlə sahəyə daxil olur. Zərrəciyin cızdığı çevrənin radiusu 50 sm olarsa, onun yükünün qiyməti istənilir. Hansı ki, yükü zərrəcik bir cism maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar daxil olanda bu zaman çevrə üzrə hərəkətdir və çevrənin radiusu R bərabərdir MV bölək QB ilə hesablanır. Burada biz QB-ni tapsaq olacaq MV bölünsün R. Q-ni də tapanda olacaq MV bölək R vurulsun B. Hansı ki MV bölək R-i B-yə bölmək lazımdır. İndi burada çevirməli olduğumuz qiymətlər var. Hansı ki kütlə kiloqramla verilir. Problem yoxdur. Amma maqnit induksiyası milli Tesla ilə verilir. 20-ni vurmalıyıq 10 üzəri mənfi 3-ə. O da olacaq 2 vurulsun 10 üzəri mənfi 2 Tesla. Radius da 50 cm verilir. Çevirmək lazımdır. Santimetrdən metrə keçəndə 100-ə bölürük. Olacaq 0,5 metr. Gəlin indi yerinə yazaq, hesablayaq. M 2 vurulsun 10 üzəri mənfi 26. V-miz 1,6 vurulsun 10 üzəri 5 bölək R 0,5 B-miz də 2 vurulsun 10 üzəri mənfi 2. Gördüyümüz kimi burada 2'lər getdi. 1,6 ilə 0,5'in vergülünü atıram. 16'yı 5'ə böləndə olacaq 3,5'də 1. O da 3,2. Vurulsun 10 üzəri mənfi 26'yı vuranda 10 üstü 5'ə 10 üstü mənfi 21 edir. 10 üzəri mənfi 21'i də 10 üstü mənfi 2'yə böləndə üstlər çıxılır. Yəni mənfi 21 çıxılsın mənfi 2. O da olur mənfi 21 üstə gələn 2 mənfi 19 edəcək. Yəni 3,2 vurulsun 10 üzəri mənfi 19. Baxaq, Y variantında doğru cavab verilmişdir. 48-də. Şagirdlər laboratoriya məşğələsində sürtünmə misalını müəyyən etmək üçün cədvəl qurmuşdurlar. Cədvəldəki boş xanaya dayağın reaksiya qüvvəsinin hansı qiyməti yazılmalıdır? Baxın, buradan gəlin sürtünmə misalını təyin edək. Gördüyümüz kimi sürtünmə qüvvəsi 0,4-dür, reaksiya qüvvəsi N isə 2-dir. F sürtünmə bərabərdir μ N. Buradan sürtünmə misalı μ bərabər olacaq F sürtünmə bölək N-ə. Sürtünmə qüvvəsi 0,4, N də 2-dir. 0,4-ü 2-yə böl 0,2. İndi baxın, sürtünmə qüvvəsi 1/2-dir, N istəyir. Gəlin onu da yerinə yazaq. F sürtünmə bərabərdir. Yenə μ N. Buradan N-i tapanda F sürtünmə bölək μ olacaq. Sürtünmə qüvvəsi 1,2 bölək μ-nin də qiyməti 0,2. 1,2 0,2-yə böləndə 6 düşəcək. Yəni doğru cavab olacaq C variantı. Bu sualda tim test toplusunda verilib. Kütləsi 1,5 ton olan
Deməli, kütlə verildi. M bərabərdir 1,5 ton. Yəni 1500 kiloqramda. Minə vururuq. Aha. Avtomobil 10 metr bölü saniyə sürətlə əyrilik radiusu 20 metr olan qabarıq körpü üzərində bərabər sürətlə hərəkət edir. Sürət verilib 10-dur. V bərabər 10. Və radius da verildi 20-dir. Qabarıq körpü deyir, bərabər sürətlə hərəkət edir. Körpünün tən ortasında avtomobil ona hansı qüvvələr təsir edir? Hansı ki, körpünün tən ortasında avtomobil ilə onun çəkisi qədər təsir edəcək. Və buna görə də biz buradakı çəkini tapmalıyıq. Qabarıq körpüdə gördüyünüz kimi bax burada, hansı ki, burada biz bilirik ki, təcil çevrənin mərkəzinə doğru, yəni burada təcilimiz aşağıya doğru olacaq. A təcil aşağıya doğru olduğundan P bərabər olacaq. M vurulsun J minus A. Və buradan da M vuraq, J çıxılsın, A-nın da yerinə V kvadratı bölək R yazacağım. M-im 1500 vurulsun J-miz 10, çıxılsın V-nin kvadratı, 10-un kvadratı 100 bölək R də 20-dir. Gördüyümüz kimi 100-ü 20-yə böləndə 5 düşür. Ondan da 5 çıxanda 5 qalacaq və 5-i də vuranda 1500-ə o da olacaq 7500. 7500-də 7,5 kilonewtondur, minə bölürük. Yəni doğru cavab olacaq B variantı. 50-ci suala keçək. Şərtdə deyilir ki, verilmiş kütləli bir atomlu ideal qazın diaqramının K nöqtəsinə uyğun halında təzyiqi 20 kilopaskaldır. K nöqtəsində təzyiq verilib. Baxın, burada 20-dir. K nöqtəsindəki təzyiqimiz. Aha. Qazın N nöqtələrinə uyğun halında təzyiqini müəyyən edin. Baxın, fikir versək, burada gördüyümüz kimi T V ilə düz asıdır. T V ilə düz asıdsa avtomatik P konstant, yəni izobar prosesdir. P dəyişmir, deməli M nöqtəsində də təzyiq 20 olacaq. Yəni 20 kilopaskal. Amma baxın, bu hissədə gördüyümüz kimi həcm sabitdir və temperatur 2 dəfə azalıb. Onu da hardan bilirəm? Bax, tutaq ki, bura T0 deyirəm. Bura 2T0, bura olsun 3T0 və burada olsun 4T0. Gördüyümüz kimi M nöqtəsində 4T0-dır, N nöqtəsində isə 2T0-dır. 4T0-dan 2T0-a 2 dəfə azaldı. Temperatur 2 dəfə azaldı. Və V konstantdır. Yenə PV bölək T nisbəti sabitdir. Və burada V sabitdirsə, T 2 dəfə azalırsa, bu nisbətin sabit olmaq üçün burada PT ilə düz asılı olur. Yəni P də 2 dəfə azalmalıdır. Deməli P 2 dəfə azalır, 20 kilopaskaldan 2 dəfə azalanda 10 kilopaskala düşmüş olacaq. Gördüyümüz kimi M nöqtəsində 20 kilopaskal, N nöqtəsində də 10 kilopaskal. Yəni doğru cavab olacaq Y variantı. 51-ci suala baxaq. Hansı ifadələr maqnit selinin vahidinə uyğundur? Finin düsturu Fi bərabərdir L idi. Maqnit selinin düsturu. L induktivlidir, vahidi Henry'dir, I cəryan şiddəti vahidi amperdir. Deməli, 1 düzdür. 10 vuraq metr bu xüsusi müqavimətin vahididir, 2 səhvdir. Üçüncüdə volt vuraq saniyə. Bunu da ala bilərik ki, bu da elə maqnit selinin vahidi. İnduksiya HG-sinin düsturu hansı ki delta fi bölək delta t-dir. Buradan fini tapsaq delta fi bərabər olacaq. İnduksiya HG-si vuraq delta t-yə. İnduksiya HG-sinin vahidi voltdur, delta t zamandır, vahidi də saniyə. Volt vuraq saniyə gördüyümüz kimi finin vahidi oldu, yəni maqnit selinin vahidi oldu. Deməli, burada doğru cavab 1 və 3-dür, B variantı. 52-ci sualda sükunətdəki nöqtəvi yüklər arasındakı Kulon qüvvələrinin modulları üçün hansı münasibət doğrudur? Kübür və çürüklüklərinin miqdarı. Hansı ki, buradakı Kulon qüvvələri elə bir-birinə bərabərdir. Bu qarşılıqlı təsir qüvvəsi. Yəni F1 F2-yə bərabər olacaq. Bəzən şagirdlər götürürlər F bərabərdir K vuraq kübür Q2 bölək R kvadratından. Düşünürlər ki, Q ilə düz asıdır. Xeyr, burada zaten tapdığınız o F elə F1 və F2-dir. Yəni buradakı qarşılıqlı təsir qüvvəsidir. Hansı ki, eyni işarəli olduğundan bir-birini itələyir. Bu istiqamətlər də zaten əks olmağı bunu göstərir. Yəni buradakı K vurulsun, birincinin Q1-imiz Q, ikinci Q2 də 9 Q-dür. Bölək onlar arasındakı məsafənin kvadratı R kvadratı, onlar arasındakı məsafə də verilməyib. Yəni buradakı F1 və F2 bir-birinə bərabərdir qarşılıqlı təsir qüvvələri. A variantı doğru cavab olacaq. 53-cü suala keçək. Şərtdə deyilir ki, harmonik rəqs edən yaylı rəqqasın amplitudunun xarici qüvvənin tezliyindən asılı qrafik verilmişdir. Əgər kütləsi 100 qram olarsa, rezonans anında qüvvənin qiymətini newtonla hesablayın. Hansı ki, F bərabərdir. Biz bilirik ki, M A-dır. Buradan A-nı omega kvadratı vuraq XM-lə tapa bilərəm. Yəni XM də amplitud, omega kvadratı vuraq A-ya. Bəs mən burada omega necə hesablayacağım? Omega bərabərdir 2pi nü-dən. Omeganın kvadratı onda olacaq 4pi kvadratı nü kvadratı. Gətirək bunu da burada yerinə yazsaq, olacaq 4pi kvadratı nü kvadratı vuraq A. Bəs mən burada nü tezliyi necə götürməliyəm? Hansı qiyməti? 1 mi, 2 mi, 3 mü? Fikir versəz rezonans anında deyilir. Rezonans anında onda bax buradakı 2-ni götürməlisiniz. Hansı ki rezonans anında omega sıfıra bərabər olanda amplitud kəskin artır. Və gördüyünüz kimi burada da tezliyimiz 2-dir. Deməli, gəlin indi yerinə yazaq. 4 vurulsun, pi kvadratı 10, tezliyimiz 2, 2-nin kvadratı olacaq 4, amplitudumuz da 50 santimetrdir. 50 santimetrdə 0,5 metrdir. Aha, baxın, burada 4 vurulsun 0,5, 2 edir. 2 vuraq 4, 8, 8 ona vur 80. Bu oldu bizim A-mız, təcirimiz.
Gəlin indi M-imizi yerinə yazaq. Bax burada. M 100 qram da 100 qram da 1000-ə böləndə 0,1 kiloqram olur. Yəni 0,1-i vuracağıq 80-ə, o da olacaq 8 Newton. Yəni doğru cavab oldu burada 8 Newton. 54-ə keçək. Şərtdə deyilir ki, ampermetrin göstərişi nəyə bərabərdir? Baxın, fikir versəz, buradan gördüyünüz kimi 2 amper cərəyan keçir. Və mən aşağıdan keçən, bax buradan 8 ohm olan müqaməti olan rezistordan keçən cərəyan şiddətini də bilməliyəm. Bunu da nə ilə biləcəm? Hansı ki, I bərabərdir U bölə R-dir. I R-lə tərs asıdır. Gördüyünüz kimi burada yuxarıda 4 ohmdur müqamət, aşağıda 8 ohmdur. Və aşağıda müqamət 2 dəfə daha çoxdur. I R-lə tərs olduğundan artıq buradan keçən cərəyan şiddəti 2 dəfə daha az olmalı. Yəni bax yuxarıdan 2 amper keçirsə, aşağıdan 2 dəfə az amper, 1 amper cərəyan şiddəti keçəcək. Və əlbəttə ki, bu cərəyan şiddətləri gələcək, bax buradan birləşib yoluna davam edəcək. Onda nə edəcəm? Toplayacağam əlbəttə ki. O da olacaq 3 amper. Yəni burada doğru cavab olacaq 3 amper. 55-də. Rəqs konturundakı maqnit sahəsinin enerjisinin elektrik sahəsinin enerjisindən asılı qrafiki verilmişdir. A nöqtəsinə uyğun anda sarğacdakı cərəyan şiddətinin ani qiyməti onun maksimal qiymətindən 2 dəfə azdır. Deməli, I bərabərdir. I maksimum bölək 2. Və burada maqnit sahəsinin enerjisinin maksimum qiyməti verilib. Bu tam enerjidir. W tam bərabərdir 100 millijouldur. Baxın, millijoul'la verilib. İndi bizdən nə istəyir? Elektrik sahəsinin enerjisini istəyir A nöqtəsinə uyğun. Tam enerjinin düsturu bizə məlumdur. W tam bərabərdir. L, I maksimum kvadrat bölək 2. Baxın, buradan I maksimumu tapsaq 2I olacaq. Gətirib burada yerinə yazsam, L vurulsun 2i'nin kvadratı 4i kvadratı bölək 2. Nə qaldı? 4 ilə 2 ixtisar gedir, 2L kvadrat. Bu da bərabər 100 millijouldur. Bərabər götürürəm 100-ə. Buradan L kvadrat bərabər olacaq 100 bölək 2-yə 50-yə. İndi mən maqnit sahəsinin enerjisini tapa bilərəm. Maqnit sahəsinin enerjisinin düsturu isə W maqnit bərabərdir L kvadrat bölək 2-dir. L kvadrat 50-dirsə, 50 bölək 2 mənə nə verəcək? 25. Elektrik sahəsinin enerjisində əlbəttə ki, biz bilirik ki, W elektrik bərabərdir. W tam çıxılsın, W maqnit. W elektrik 100 millijoul çıxılsın, maqnit sahəsinin enerjisinə 25 millijoul tapdıq. 100 çıxaq 25, bu da bizə verəcək 75 millijoul. Yəni burada doğru cavab olacaq 75. Keçək indi 56-cı suala, bu hissəni silirəm. 56-da deyir ki, hansı ifadələr doğrudur? Beta parçalanma zamanı. Baxın, beta parçalanma zamanı tutaq ki, X-dır. Yuxarısına A yazıram, aşağıya Z. Alındı bir Y. Üstə gələk, beta parçalanmada elektron mənfi bir sıfırı yazmaq lazımdır. Və biz bilirik ki, burada kütlə ədədinin və yük ədədinin saxlanma qanunu ödənilir. Yəni, baxın, burada gördüyünüz kimi yuxarı sıfır olduğundan dəyişməyəcək. Burada A olmalıdır. A üstə gələk 0 bizə A verəcək elə. Amma burada Z üstə gələk 1 yazmalıyım. Niyə? Çünki Z üstə gələk 1, üzərinə mənfi 1 gələndə bu birlər gedir, nə qalır? Elə Z qalır. Gördüyümüz kimi yük ədədində saxlanma qanunu ödənilir. İndi nukleonların sayı. Nukleonların sayı A-dır. Yəni gördüyümüz kimi A dəyişmədi. 1 doğru cavabdır burada. Və həmçinin protonların sayı. Protonların sayı aşağıdakıdır. Gördüyümüz kimi əvvəlcə Z idi, sonra Z plus 1 oldu. Yəni 1 vahid nədir? Artdı. Deməli, buradakı protonların sayı 1 vahid artır. 1 və 3 doğru cavabdır. 57-də. Uyğunluğu müəyyən edən elastiki deformasiya zamanı verilmiş çubuğu deformasiya etdirən qüvvəni 2 dəfə artırdıqda F 2 dəfə artdı. Çubuğun en kəsinin sahəsi sabitdir. S konstant. Sərtlik. Kanun düsturu K bərabərdir. S bölək E0-dır. Burada S dəyişmir. Əlbəttə ki, çubuğu daha çox qüvvə ilə deformasiya etdirsən belə onun başlanğıc uzunluğu dəyişmir. Deməli, onda burada K dəyişməyəcək. Sərtlik dəyişməz. 1-ə uyğun olacaq Y variantı. Mexaniki gərginlik sigma bərabərdir. Hansı ki, F bölək S-dir. Burada S sabitdir. F 2 dəfə artdığından sigma da 2 dəfə artar. Baxaq, 2 dəfə artar A variantında verilmişdir. Potensial enerji. Potensial enerjinin düsturu Y potensial bərabərdir. F kvadratı bölə 2K-dır. K dedik ki, dəyişmir. Sərtlik. Amma F 2 dəfə artdığından 2-nin kvadratı 4. Yəni, bizim sürətimiz 4 dəfə artmış olur. Ona görə də potensial enerji 4 dəfə artacaq. 4 dəfə artarda, baxın, C variantında verilmişdir. 1-ə Y, 2-yə A, 3-ə C variantı uyğundur. Keçək indi 58-ci suala ətraflı yazılı cavab tələb olunanlara. Şərtdə deyilir ki, termistorun müəyyən temperatura qədər qızdırdıqda, deməli, termistorun temperaturu artır. Voltmetrlərin və ampermetrin göstərişi necə dəyişər? Müvafiq düsturlardan istifadə edərək cavabınızı səsləndirin. Bu sual ümumiyyətlə çox gözəl sualdır və bu sualda diqqətli olmaq lazımdır. Hər an edəcəyiniz səhv sizin balınızın kəsilməyinə səbəb ola bilər. Baxın, termistorun temperaturu artırılır. Temperaturu artırsa, onun müqaməti azalacaq. Hansı ki, termistor yarım keçirici cihazdır. Buna görə burada RT azalır. İndi nədən tapacağım? Hansı ki, I bərabərdir, U bölək, RT üstə gələk R olacaq. Yəni, burada sadəcə RT-ni yaza bilmərsiniz. Siz R-dən nəzər almalısınız. Bəzi şagirdlər var ki, hansı ki, mənim hazırlanma qoşulan şagirdlərdən, onlar R-i nəzər almayıblar, sadəcə RT-ni götürüblər. Bu bir səhv. Yəni, əgər ki, R-i nəzər almasaz, səhvli etmiş olarsınız. Burada R dəyişməyəcək. Çünki mən bu rezistorun nə temperaturunu artırmamışam, nə də azaltmamışam ki, onun müqaməti dəyişsin.
Ona görə deməli burada R dəyişmir. R dəyişmədiyindən RT gördüyümüz kimi azaldığından, RT azalırsa məxrəcdə olduğundan artıq I tərs asıldı deyə I artacaq. Ampermetrin göstərişi artdı. Sonrasında biz U1 və U2 voltmetrlərinin göstərişini bilməliyik, tapmalıyıq. Bunu da necə tapacağıq? Hansı ki, birinci tutaq ki, U2-ni tapsaz, nə edəcəksiniz? Baxın, U2 bərabərdir. I vurulsun, RT olacaq. Hansı ki, V2 voltmetri gördüyümüz kimi yarımkeçiz cihaza qoşulmuşdur termistora. Ona görə RT yazıram. Baxın, RT-ni mən tapdım ki, azalır, ya tapdım artır. Biri artır, biri azalır. Mən bu U2-nin necə dəyişdiyini buradan tapa bilmərəm. Ona görə U1-ə keçmək lazım. Yəni birinci U1-i tapmalıyıq. Bax, bunu qeyd etməlisiniz siz ki, mən U2-ni birbaşa tapa bilmirəm. Ona görə birinci U1-i tapıram. U1 bərabər olacaq əlbəttə ki, I vurulsun R-ə. R dəyişmir qeyd etdik. I artırsa U1 də necə artacaq? U1-i tapdıq. Bəs U2-ni necə tapacaq? Hansı ki, U1 üstə gələk U2 burada bizə mənbənin gərginliğini verəcək. Yəni U-nu. Və U da nədir? Sabitdir. Konstantdır. İndi burada U1 artdığından U2 azalmalıdır ki, bu cəm neynəsin? Sabit qalsın. Deməli, ampermetrin göstərişi artar, V1 voltmetrinin göstərişi artar, V2 voltmetrinin göstərişi azalar. Yəni bu şəkildə yazsa sizə tam bal veriləcək. Keçək indi 59-cu suala. Bu sual da çox gözəl sualdır. Yer səthindən şaqili yuxarı atılmış cismi sürətinin proyeksiyasının zamanında hansı qrafik verilmişdir? Cismin maksimal hündürlüyə qalxma müddətini saniyəli ifadə edin. Cismin maksimal hündürlüyə qalxma müddəti ilə T qalxmadır, yəni qalxma müddətdir. Bu bizdən soruşulur. Baxın, fikir versəz, bizə 6-cı saniyənin sonundakı sürət verilib. Yəni VY verilib. VY bərabər -20-dir. Başlanğıc sürətinin Y oxuca proyeksiyası yoxdur. Gəlin onu tapaq. Hansı ki, VY bərabərdir. Biz bilirik ki, V0Y üstə gəlinsin. JY vuraq T'dir. İndi burada VY -20-dir. Yerinə yazaq. V0Y yoxdur. Burada indi çıxaq yazmalıyam. Niyə? Çünki buradakı sərbəşmə təcinin Y oxuca proyeksiyası mənfi olacaq. Gəlin Y oxunu çəkək. Baxın, Y oxu yuxarıya. Tutaq ki, bu cisimdir və bunun sərbəşmə təcini həmişə haraya olur? Yerə doğru olur, yəni aşağıya doğru götürdük. Gördüyümüz kimi Y oxu yuxarıyadır, J aşağıyadır. Əksinə olduğundan artıq buradakı sərbəşmə təcinin Y oxuca proyeksiyası mənfidir. Ona görə biz burada çıxaq yazırıq. Yəni burada çıxaq, J'nin qiyməti 10, vuraq T'mizi də 6 götürməliyik. Buradan V0Y tapanda -20 üstə gələk 6 vurulsun 10, 60 edəcək. Bu da 40 verir. Deməli, biz başlanğıc sürətinin Y oxuca proyeksiyasını tapdıq 40. Qalxma müddətini tapa bilərik. T qalxma bərabərdir V0Y bölə J'dir. V0Y-imiz 40 bölə J'miz də 10. 40 bölək 10 bizə verəcək 4. Deməli, qalxma müddətimiz oldu 4 saniyə. İndi 60-cı suala baxaq. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən prosesdə qaz 100 kJ istilik miqdarı almışdır. Qazın sıxlığına mütləq temperaturun astlıq grafikinə əsasən AB hiperboladır. Koordinat oxları üzərində uyğun qiymətləri göstərməklə onun gördüyü işin istilik miqdarından astlıq grafikini çəkin. Hansı ki, termodinamikanın birinci qanununa görə delta U bərabərdir Q üstə gələk A-dır. Buradakı A hansı ki, xarici qüvvələrin qaz üzərində gördüyü işdir. Amma qazın öz gördüyü iş A bərabərdir mənfi A iştirik olduğundan delta U bərabər olacaq Q çıxılsın A iştirixə. İndi baxın, burada rho T ilə tərs asılıdır. Rho T ilə tərs asılıdsa P bərabərdir rho RT bölək M-lə. Rho T ilə tərs asılıdsa avtomatik P konstantdır, təzyiq sabitdir. Təzyiq sabit olanda izobar prosesdə artıq burada delta U bərabər olacaq 0,6 Q-yə, həmçinin qazın gördüyü iş A iştirik də bərabər olacaq 0,4 vurulsun Q-yə. O da olacaq 0,4 vurulsun. Q-nün qiyməti gördüyünüz kimi 100 kJ-oldu. 0,4-də 100-ə vuranda olacaq 40 kJ. Artıq biz burada qazın gördüyü işi tapdıq. İndi gəlin A iştirixin Q-dən asılıq grafikini çəkək. A iştirixin də Q-dən asılıq grafiki baxın bu şəkildə olacaq. Düz asılıq. Hansı ki, buradan A-ştrixi tapsaz, görərsiniz ki, olacaq Q çıxılsın delta U. Gördüyümüz kimi A-ştrix Q-dən düz asılıdır. Və buradan indi qiymətləri qeyd etməliyik. Yəni, burada Q 100 olanda A-ştriximizdə nə olmuşdur? 40 kJ. Və burada kJ-ları da qeyd etmək lazımdır hökmən. Aha. Beləliklə, əziz abituriyentlər, gördüyünüz kimi, suallar normal düşüb mənim fikrimcə, yəni tam toplu səviyyəsində, dim test toplusu səviyyəsindədir. Yəni, dim test toplusunu rahat işləyən şagird, anlayaraqdan, başa düşərəkdən işləyən şagird qəbul imtahanında 25+100 yaza bilər rahatlıqla, 30 da yaza bilər hətta. Sadəcə öyrəndiyinizi, nəzəriyyəni düzgün öyrənmək və əzbərləmədən öyrənmək lazımdır ki, düzgün də tətbiq edə biləsiniz suallara. Beləliklə, əgər ki, birinci şansdan siz yaxşı nəticə göstərə bilməmisinizsə də, bazanız varsa da heç də heyfslənməyə dəyməz. İkinci şansa daha yaxşı hazırlaşa bilərsiniz və bunun üçün də bizim onlayn qruplarımızda qeydiyyatımız var. Qoşulun, ikinci şansı gəlin bir yerdə hazırlaşaq, nəticənizi qaldıra bilərsiniz. Özünüzə yaxşı baxın, sağ olun, digər videolarda görüşənədək.